Salam dostlar, əziz şagirdlər. Bilirik ki, qarşıdan SASMO Olimpiyadası gəlir və bununla bağlı bir nümunə sualı sizə göstərmək istəyirəm və həlli ilə. Deməli, riyaziyyatda n faktorial bərabərdir n vurulsun n çıxılsın 1 vurulsun və s. və axırda 2 vurulsun 1 olduğunu bilirik. Məsələn, 5 faktorial bərabərdir 5 vur 4 vur 3 vur 2 vur 1 bərabərdir 120. Bizə şərtdə deyir ki, 1 faktorial üstə gəlsin 2 faktorial üstə gəlsin ən axırıncı hədlər 2023 faktorial üstə gəlsin 2024 faktorial ifadəsinin 72-yə bölünməsindən alınan qalığı tapın. Birinci biz 72-ni sadə vuruqlara ayırmalıyıq. 72-ni sadə vuruqlarına 36, 2 dəfə 18, onu da 2-yə bölünür 9, onu da 3-ə 3 və axırda yenidən 3-ə bölünür 1. Bu da olur 2 üstü 3 vurulsun 3 üstü 2. Deməli, 71-əcən, deməli 72 özü 72-yə bölünür deyə 72 faktorialacan heç bir faktorial, bütün faktorial 72-yə bölünür deyə onlarda qalıq qalmır. Onca atırıq onları bir qırağa. Sonra 71-dən 9 faktoriala kimi. 9 faktoriala kimi olanda 9 faktorialın tərkibində 9 vurulsun 8 var deyə 9 faktorialdan 71 faktorial kimi heç biri olmur. Sonra 8 faktorial. 8 faktorialda da olmur. Çünki 8 faktorial olanda 9 3-ün kvadratıdır və burada 3 vurulsun 6 vurulsun 8 bu 72-yə bölündüyünə görə bu olamır. Yalnız qalır ən axırıncı həddimiz 6 faktorial. 6 faktorial nədir? 6 vurulsun 5 vurulsun 4 vurulsun 3 vurulsun 2 və 1. Burada da 72-nin hədləri var. 6-nı ayırsaq 2 vur 3, 4-ü ayırsaq 2, 3 və 2. Gördüyümüz ki, bunlarda 2 üstü 3 vur 3-ün kvadratı. Gördüyümüz kimi burada da var. Ona görə 6 faktorial götürmür. Amma yalnız 5 faktorialdan sonra heç bir sadə vuruğu onlara çatmadığına görə 5 faktorialdan 1 faktoriala kimi hamısını götürürük. Deməli, 5 faktorial üstə gəlinsin 4 faktorial üstə gəlsin 3 faktorial üstə gəlsin 2 faktorial üstə gəlsin 1 faktorial. 5-in faktorialı 5 vurulsun 4 vurulsun 3 yuxarıda gördüyümüz 120. 4-ün faktorialı 4 vur 3 vur 2 vur 1 24. 3-ün faktorialı isə 3 vur 2 vur 1 6. 2-nin faktorialı isə 2 vurulsun 1 2. 1-in faktorialı isə 1-dir. Bunlar toplanır 120 isə 24 144. 144 isə 6 150 152 və 153. Cəm 153-ə bərabərdir. Sonra bu cəmi 153-ü 72-yə bölməliyik. 153-ü 72-yə bölməliyik 2 eləyir. Qalıqda da 4 alınır. Bağışlayın 9 alınır və cavabımız da 9 olur. Bu qədər. Kanala abunə olmağı və video bəyənməyi unutmayın.